64 kilobayt, üstə gəlsin 2048 bayt, üstə gəlsin 2 megabayt çıxılsın, 217 bit məlumat neçə kilobaytdır? Baxaq. 64 kilobayt olduğu kimi saxlayaram, digərlərinin hamısını kilobayta çevirərəm. 2048 baytı kilobayta keçmək üçün nə edərəm? 1024-ə bölərəm və 2 kilobayt cavabını alaram. 2 kilobayt. Daha sonra 2 megabaytı kilobayta keçirmək üçün 1024-ə vuraram və 2048 kilobayt cavabını alaram. Daha sonra isə bunlardan 217 biti çıxaram və 217 biti də kilobayta keçirmək istəsəm 213-ə bölərəm və 204 kilobayt cavabını alaram və bunu da 16 kilobayt kimi qeyd edərəm. Daha sonra həmin bu hesablama prosesini həyata keçirərəm və yekun cavab olaraq isə 2098 cavabını alaram. B variantında qeyd edib sualı yekunlaşdırırım.